Postsovet məkanında və Cənubi Qafqaz regionunda gərgin geosiyasi proseslər və diplomatik gedişlər fonunda diqqət çəkən hadisələr yaşanır. Ukrayna prezidenti Vladimir Zelenskinin region ölkələrinin müstəqilliyi ilə bağlı bəyanatı Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla bağlı gözlənilən rəsmi addımı və İrəvan parlamentindəki səslənən yeni qadağa təklifləri bölgədəki yeni reallıqların göstəricisidir. Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında keçmiş Sovet ölkələrinin müstəqilliyinin qorunmasının vacibliyinə toxunub. O bildirib ki, Rusiyanın planlarını pozmağın yolu bu ölkələrin güclü olmasından keçir. Putinin tapmacası artıq dağılmış vəziyyətə qayıtmaqdır. Keçmiş Sovet İttifaqı ölkələri nə qədər güclü və müstəqil olarsa, bu bir o qədər çətin olacaq. Bu tapmacanın açarı Ukraynadır. O bizi parçalamaq istəyir. Əgər buna nail olsaydı, postsovet məkanının digər ölkələri ilə bütün ölkələrə tam hörmətlə yanaşmaq daha asan olardı. Hamı bütün bunları bilir və həyatı bahasına digər ölkələrin müstəqilliyinə töhfə verən Ukraynanın töhfəsini yüksək qiymətləndirir. Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq. Biz suverenliyi, ərazi bütövlüyünü dəstəkləyirik. Həmçinin bu il uzun müddətdən sonra ilk dəfə olaraq Ermənistanla əlaqələrimizi bərpa etdik. Bu kömək edəcək. Ukraynanın bugün keçmiş Sovet ölkələri ərazisində olması həmin ölkələrin müstəqilliyidir. Məsələn, mən Moldovanın müstəqillik gününə dəvət olunmuşdum. Bu cür münasibətləri qorumaq bizim üçün çox vacibdir və mən onları qurduğumuz üçün fəxr edirəm, deyə Zelenski qeyd edib. Ukraynanın Ermənistanla əlaqələri bərpa etdiyi bir vaxtda İrəvanın əsas müttəfiqi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri tamamilə qopmaq üzrədir. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, noyabrın 11-də Moskvada keçiriləcək növbəti iclasda Ermənistanın səs hüququndan məhrum edilməsi məsələsi müzakirə oluna bilər. Qurumun qaydalarına əsasən, əgər bir dövlət 2 il ərzində təşkilatın büdcəsinə üzvlük haqqını ödəməzsə, onun səs vermək və öz adamlarını mühüm vəzifələrə təyin etmək hüququ dondurula bilər. Ermənistan artıq 2 ildən çoxdur təşkilata öz nümayəndələrini göndərmir və faktiki olaraq qurumun işində iştirak etmir. O bildirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşan və daxili siyasi gündəmi gərgin olan Ermənistanda isə Azərbaycanla bağlı yeni qanunvericilik təşəbbüsü irəli sürülüb. Sputnik Armeniya istinadən verilən məlumata görə parlamentin müxalif güclü Ermənistan fraksiyasının rəhbəri Narek Karapetyan radikal bir təkliflə çıxış edib. O, Azərbaycanlıların Ermənistanda daşınmaz əmlak almasının qarşısının alınmasını vacib sayıb. Karapetyan öz təklifini Türkiyədəki qaydalarla əsaslandıraraq bildirib ki, orada da Ermənistan vətəndaşlarının mənzil almasına icazə verilmir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.